körpünü də partladıblar. Maneə yaradıblar, amma biz başqa yol açıq. 1997-ci ildən qoşunlarda xidmətimi davam etdirmişəm. Mənim xidmətimin böyük bir hissəsi düşmənlə təmas xəttləri olan hərbi hissələrdə keçib. 2-ci Qarabağ müharibəsi başlayanda Füzuli, Cəbrayıl istiqamətində fəaliyyət göstərən mühəndis bölmələrinə Müdafiə Nazirliyi tərəfindən birbaşa təyin olunmuşdum həmin bölmələrin idarə olunmasına. Düşmənin birinci müdafiə mövqeyi yarıldıqdan sonra dərinliyə doğru artıq bizim bölmələrimiz hücuma keçirdi. Dərinliyə doğru biz hücuma keçdikcə düşmən geri çəkilir və yollarda yenə də müxtəlif maneələr yaradırdı. Mühəndis qoşunlarının tapşırığı isə düşmənin yaratdığı maneələri aradan qaldırmaq idi. İstənilən maneəni dəf etməyə qüdrətimiz çatırdı. 30 ilə qədər bir müddətdə mən bu torpağa girə bilmirdim. Bu torpaq artıq azaddır. Mənim üçün də əvəz olunmaz hisslər olaraq qalacaq o içimdə. Etdiyim bölmələrin mühəndis bölmələrinin uğurlu nəticələrini nəzərə alaraq, əsasən də zəfər yolunun çəkilməsini nəzərə alaraq, Cənab Prezidentimiz Möhtərəm Ali Baş Komandanımız tərəfindən Vətən müharibəsi qəhrəmanı medalı ilə təltif olundum. Cəbrayılın, Füzulinin, Zəngilanın işğaldan azad olunması medalları ilə təltif olunmuşam və ən sonuncu isə Şuşanın işğaldan azad olunması medalları ilə təltif olunmuşam. Hər bir uğur üçün ümumiyyətlə seçdiyim peşəni sevmək lazımdır. Əks halda insanın uğur qazanması mümkün deyil. Bizə Vətən müharibəsi qəhrəmanı olaraq müəyyən güzəştlər olundu, müəyyən Cənab Prezident tərəfindən verilmiş təqaüd, gördüyünüz ev Cənab Prezident tərəfindən verilən evdir. Bundan əlavə dövlət təqaüdü bizim üçün təsis edildi və bu günlərdə həmin təqaüd verilir.